Bir il sonra yenidən Dövlət Neft Akademiyasının önü. Bu dəfə qanlı faciəni anmaq üçün. Dönüb keçmişə baxanda gördüklərimiz təsəvvürə belə gətiriləsi deyil. Amma təəssüf ki, bu gerçəkdir. Hadisə elə bu saatlara 9:30 radələrində baş verdi. Neft Akademiyasının qarşısında peyda olan silahlı qatil qarşısına çıxan hər kəsə atəş açmağa başladı. Onun bu qanlı missiyası 6-cı mərtəbəyədək davam etdi. Qan gördükcə vəhşiləşən qatil sağa-sola mərmi yağdırırdı. Universitetin dəhlizi, pilləkənləri qana bulanmışdı. Cəsədlər yan-yana düzülmüşdü. Gülləyə tuşqələnlər arasında akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd gətirən yaşlı bir qadın da vardı. Hadisə Azərbaycan miqyasında görünməmiş olaydı və eyni dərəcədə rezonans doğurdu. Hamı həyəcanda idi. Nə baş verirdi axı? Zamanla cinayətə eşik düşməyə başladı. Səndəmə insanları qıran milliyyətini satmış terrorçuydu. Özü də qurbanlarının gözünə baxa-baxa atəş açırmış. Peşəkar qatil kimi. Sonda cinayətkar özünü də vurdu. Buna qədər isə 12 nəfəri öldürmüş, 13 günahsız insanı yaralamışdı. Araşdırma nəticəsində əslində heç də təəccüblü olmayan fakt üzə çıxdı. Cinayətdə erməni əli vardı. İstintaqda müəyyən edildi ki, cinayəti törədən Fərda Qədirov erməni xüsusi xidmət orqanları ilə əlaqədə olub. Gürcüstanda yaşayan erməni Sergey Qirqoyanın vasitəsilə ermənilərin sifarişini həyata keçirib. Artıq bir il keçir. Neft Akademiyası bugün normal tədris həyatını yaşayır. Amma hadisənin qanlı üzü hələ də yaddaşlardan silinməyib. Hələ də o qanlı 30 aprel günü həyəcanla xatırlanır. Yəqin hələ uzun müddət xatırlanacaq da. Bu hadisə Azərbaycana qarşı, Azərbaycan xalqına qarşı, Azərbaycan millətinə qarşı bir terror hadisəsi idi. Yəni biz bu hadisəni yaşadıq. Hadisəni törədənlərlə bağlı ölkə rəhbərliyi, hüquq mühafizə orqanları tədbirlər görüblər və iş davam etdirilir. Ən vacib mənim fikrimcə budur ki, biz hər birimiz bir Azərbaycan vətəndaşı olaraq bu hadisələrdən özümüz üçün, gələcəyimiz üçün nəticə çıxartmağı bacarmalıyıq. Hadisə zamanı zərər çəkənlər və dünyasını dəyişənlərə ölkə başçısı İlham Əliyevin tapşırığı ilə dövlət yardım göstərib. Faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi də gündəmdədir. Bir tərəfdən onların əlbəttə əbədiləşdirməsindən bağlı müəyyən tədbirlər yəqin görüləcəkdir. Digər tərəfdən də əlbəttə bunu heç zaman Azərbaycan vətəndaşı yaddan çıxartmamaq. Yəqin mən düşünürəm ki, bu istiqamətdə müəyyən tədbirlər görüləcəkdir. Onlar nə üçün öldüklərini bilmədilər, amma biz yaşayanlar bilirik. Bilir və bir daha dərk edirik ki, bizim mənfur, qorxaq və tarixini terrorla yazan düşmənimiz var. Elnur Şibliyev, Yusuf Yusufov, Bakı.